Vaxtınız xeyir olsun, əziz tamaşaçılar. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və təşəbbüsü ilə Azad Azərbaycan Televiziyası və bu şəhərdənin birgə layihəsi olan Şən Gəncin final mərhələsi davam edir. Ötən həftə səhnəcikləri izləmişdik. Bugün videolar izləyəcəyik. Amma öncə münsiflərimiz var. Onları sizə təqdim etmək istəyirəm. Azərbaycan Respublikasının əməkdar artisti, dəyərlimiz Gürşad Baxşıyeva buradadır. Xoş gəlmişsiniz Gürşad xanım. Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu buradadır. Xoş gəlmişsiniz Dənyar bəy. Və növbəti qonağımız Azad Azərbaycan Televiziyasının prezident müşaviri Səadət Məmmədova buradadır. Xoş gəlmişsiniz. Dəyərli qonaqlarımız, xoş gəlib, səfa gətirmişsiniz. Bugün səs verməni bizim qonaqlarımız həyata keçirəcək. Daha ətraflı məlumat verəcəm. İndi isə alışdığımız, gözümüzün, könlümüzün öyrəşdiyi dəyərli münsiflərimiz də sizə təqdim edək. Şən Gənc boyunca, Şən Gənc layihəsi boyunca əziyyət çəkən, komandaları dəyərləndirərək bu günlərə gətirib çıxaran o dəyərli insanları təqdim edək. Azərbaycan Respublikasının əməkdar artisti, çox sevdiyimiz Kübra xanım Əliyeva buradadır. Xoş gəlmişsiniz. Şən Gəncin dəyərli nümayəndələri, bu şəhərdənin özəl qəhrəmanları, Respublikamızın əməkdar artisti Coşqun Rəhimov buradadır. Respublikamızın əməkdar artisti, bu şəhərdənin döyünən ürəyi Şən Gəncin ən şən münsifi Rafael İskəndərov buradadır. Xoş gəlmişsiniz. Deməli, bugün əziz tamaşaçılar və bütün iştirakçılarımız üçün deyirəm ki, bugün Rafael müəllim, Kübra xanım və Coşqun müəllim sadəcə dəyərləndirmə aparacaq, fikirlərini deyəcək, qalibləri onlar təyin etməyəcək. Hazırsınız dostlar? Finalçılarımız sujetləri ilə gəliblər. Elə gəlin başlayaq Ağstafa Gənclər Evinin sujeti ilə. Alo. Ha baba. Apardılar. Tez özün çatdır. Tez gel, çok danışma. Gel lan baba. Korkma mənə. Hardadılar? Oraya gelirler. Harda 2 saatdə sizi gözləyirəm. Dolundum burada. Neyniyim qardaşım? Konfet almağa girməmişəm mağazinə. Neyse, davay, min maşına. Neyini yayındı? Bir planım var. Şair olmak isteyen bir gezgin, yaşama hevesi kalmamış bir bezgin. Şair olmak isteyen bir gezgin, yaşama hevesi kalmamış bir gezgin.
Mən gizlənim. Bəs mən? Sən? Aha, de. Göstərəcəm onu, bax. Budur. Bu kimdir ha? Nəsə təzə tema oxşuyur. Görək bir baxaq, gedək baxaq. Oo, gözəlsən. Neynirsən burada? Eləmə də. Ölürəm də böyle sərt qadınlardan ötür. Nədir? Ne var orada, ben de bakın. Sən baxma. Sən baxma, qorxarsan baxmasın. Sən niyə gəlmişdin? Gör mən nə vaxt ara gedirəm. Bax kişi, əlində də 3 dənə putaq. Deməli 3 ay öyrənəsən. Git, git, şamın da söndü, çıx get tez. Gəldiniz? Yoxdur. Əlimizdən aldılar. Ay baba, sən bu protezin kimə lazım baxın? Ax sənin o ifritə nənəm var, Kübra xanım. Orada nənənin dişləri aydın idi, xərəb dişləri var idi. Yəqin o keçmiş dişləridir. Gəlin qaynana söhbəti idi. Yox, məncə kişi yoldaşdan intiqam almaq üçün onun dişlərini Başınıza oğurur. sındırmayın, onsuz sonluğa çatmayacaq. O deyil. Özləri gəlib bilsinlər. İndi cavab verin. Sonluğu başa düşməmişik. Kişinin, necə deyim, protezi-lə qadının protezi eyni. Ən böyük problem o nənə babanın ağzında dişinin olması idi. Çünki belə danışıydılar, axıra qədər güləndə görünürdü ki, diş yoxdur ağzında da birinin. Əlavə dəstək gəldi izah üçün. Çəkiliş çox qəşəng idi, təmiz idi. Yox, döyüş səhnələri, qurulmuş döyüş Çox səhnələri. qəşəng. Elə filmlər var ki, heç qura bilmirlər. Çox qəşəng idi, məkan yaxşı idi. Elə bildim idmançılardır. Bəli, işıqlandırma yaxşı idi. Sonluq nə oldu? Sonluq əslində biraz istədik ki, komediya olsun, biraz da o bəzi rejissorlar var, biz o izləyiciyə buraxırıq, onu sonluğu nə istəyirlər düşünsünlər. Bildik ki, yəni belə bir sual yönləndirərlər və bizim B planımız var idi. B planımız da odur ki, yəni orada göstərdik ki, nənə cadugardır. Yəni onun üçün yəni yalnız yaşayır da, yəni ailə dəyərləri, nə bilim onun nəvəsi, onun ailəsi, yəni heç nədə, yəni belə insanlar var. Sadəcə bunu göstərmək istəmişik. Vallahi qəlizləşdik. Daha da qəlizləşdik. Var ki, yəni onu biz təsir edir. Bunu bildik. Bildik, başa düşdük. Sadəcə nəticə etibarı ilə, məsələn, təsəvvür edin ki, siz bir film çəkmişsiniz, onu tamaşaçıya təqdim eləmişsiniz. Burada sizin imkanınız var. Bizi yine ünsiyyət qrubu onu bizə başa salmağa və yaxud da ki, izah eləməyə. Videoya baxan tamaşaçı özünə deməyəcək ki, bu nə idi? Bu nə idi biz baxın? Yəni bir sözlə, nə demək istəyirəm, çatdıra bilmədiniz onu. Əvvəldə nə babanın nəvə ilə bir bağlılığı bilinmədi.
babanın bir nifrətin bildirəydiniz ki, görün də onun başına nə oynatacağım, görün də İmkanınız var idi, sözləri o nənəmin olmasa. başına nə oynatacağım. Bu kəlmə bəs eləyir. Sonda onların ikisinin bir yerdə olan şəklilə, yəni o sonluq çıxdı aradan. Yəni ki, bunlar bir yerdədirlər. Yəni bunlar necə deyim, ər-arvad olublar da. Olublar, vermədiniz axı. Siz video vasitəsilə bizə, tamaşaçıya çatdıra bilmədiniz. Bilmədiniz. Allaha and olsun. O babanın baba olduğunu mən bilmədim. Biraz absurddur. Yəni gülmək xatirinə, nəsə gülüş doğurmaq xatirinə iş görmək lazımdır. O adam o rola uyğun değildi. Oğlum, mən elə bildim ki, o prosta böyle adi bir adamdı. Orada babalıq heç nə yox idi. Nə olsun ki, bu qoyub. Çox sağ olun dostlar. Təşəkkür edirik. Növbəti videoları izləməyinizi. Diqqət, hörmətli analar, bacılar, nənələr, bibilər, əm dostlar, day dostlar, əm arvadları, nə bilim, bir-birini saçı yoranlar, adruşkalar, qeybət eləyənlər. Fevral ayının 17-si Heydər Əliyev sarayında bu şəhərdədir. Elitdilər adlı. Eltilər adlı. Eltilər adlı solo konsertinə hamınızı dəvət edirik. Biletlər artıq satışdadır. Gəlin, biz də orada olacaq. 100%. Biz orada olacaq. Akstafa Gənclər Evinin videosunu izlədik. İndi Sumqayıt Gənclər Evinin finaldakı sujetini, finala layiq sujetini izləyəcəyik görək. Sumqayıt Gənclər Evinin sujeti gəlsin. Bu nə musiqidir? Saxlayın bunu. Saxla! Poçta komandir. iMix 32 Pro Max bu dəqiq dünyanın mədəniyyət musiqisidir. Bu nəinki dünya, hətta galaktik mədəniyyətdir. Yaxşı. Bilirsiniz ki, planetimizin resursları artıq tükənir. Məsələ buna görə də biz yer kürəsinə gedirik. Onların resursları bizə lazımdır. Amma onları qorxutmamaq lazımdır. Elə məhz buna görə də onların içindən elçi seçəcəyik. Seçək komandir, siz mənə deyin, mən promptları qeyd edeyim. Yazırsan, xalq tərəfindən tanınan və ən əsası sevilən birisi olsun. Sahara oxuyansan. Sahara oxuyansan. Harada oxumusan sən? Sənin başın xarabdır. Mən axı sənə dedim, xalq tərəfindən sevilən birisi olsun. Hamıyla dalaşır bu adam. Olmaz bu, yığışdırın bunu. Komandir, deyirəm bəlkə bu olsun. Ay İbrahimix, mən deyirəm ki, biz onları qorxutmayaq, dostca yanaşaq. Sən mənə deyirsən ki, kütləvi qırğın vasitəsini dünyaya göndər. Niyə göndərim axı? Hamı tərəfindən tanınan, sevilən, hörmət edilən, sözünün kəsəri olan, amma ən əsası ali savadlı birisi lazımdır. Başda komandir, mən bildim kim eləmək lazımdır. Beləsinə aktyor demirlər. Bu aktyor deyil, yəni. Ay qəşəng, bax bu əla variantdır, amması var. Bunun Mr. Bean-lə problemləri var. Biz bunu götürə bilmərik. Ona görə də çox təəssüf ki, biz bunu da ləğv etməli olacağıq. Başa düşdüm sizi komandir. Demək, bizə xalq içindən, Hər kəs tərəfindən tanınan və sevilən, hazır cavab ali savadlı və sözünün kəsəri olan biri lazımdır. Budur. Bunu istəyirdim. Axır ki biz bunu tapdıq. Sabah götürürsünüz elçimizi də. Gedirsiniz dünyaya və dünyalılarla ilk görüşü təşkil edirsiniz. Sizə inanıram. Çəkil. Özədə ki var. Dünəndən uşaqları göndərmişdim. Gedim görüm necədir vəziyyət. Bu nə səs küydü axı burada? Nə baş verir? Sumqayıtın gəncləridir finalda. Yad planetdən danışım hər halda. Yayımlanır ən baxımlı kanalda. Münsiflərim qiyməti yaxşı olsun. Sonra onların vəziyyəti yaxşı olsun. Bomba, bomba. Ay gəl çıx da, hardasan səhərdən? Nə qədər gözləyək səni? Avara eləmirsən, bizi də oturtmursan burada. Gəl də. Bomba, bomba. İzaha ehtiyac varsa çağırın, başa düşdüksə müzakirə edək. Anladıq, anladıq. Kübra xanım. Çox gözəl, senarilər də yaxşıdır, çəkiliş də yaxşıdır. Mən bəyəndim.
Səadət xanım, siz də fikrinizi bildirin daha sonra. Mən ümumiyyətlə həmişə gülümsəyən adamam, amma az gülən adamam. Aha. Hər iki süjetdə mənim dodağım qaçmadı. Qaçmadı. Coşqun müəllim? Mən elə gəlir ki, verilən tapşırığı və finala uyğun idi uşaqların çıxışı. Dəyərli pedaqogumuz. Bu səfər aktyor oyunundan söhbət gedə bilməz. Çünki hamı maska taxmışdı. Nəyə baxırsan bax. Nəticədə əgər bu suala cavab olmursa, nə olsun? Bu nə olsuna cavab tapılmayanda demək orada iş yoxdur. Söhbət indi bu videodan getmir. Təbii ki, mən elə bildim ki, həqiqətdə də tapıldı və bunlar sevindilər və onu götürüb otuzduracaqlar, öz samolyotlarını aparacaqlar. Belə bir tamaşa da var idi, dadaşmalı əməliyyatı. Orada o yad planetlilər gəlirlər, siz niyə belə yaşayırsınız, suallar verirlər. Yəni bir fikir, bir məna var idi də. Hər şeydə axı bunun nöqtəsi qoyulmalı idi. Çox sağ olun, təşəkkür edirik dəyərli fikirlərinizə görə. Və sonuncu videomuzu Gənclər evinin də sujetini izləyə görə neyniyiblər? Tapdım. Xırçı. Axırki zaman maşınını düzəltdim. Amma heç kimin xəbəri olmadı. Daha zaman mənim evimdədir. Haradasın sən yenə? Heç nə, nə olur? Nədən başlasın sən burada? Sivə yer durmaq yerə niyə sən Kasoskayla oynayırsan? Nə varım mən? Nə gizləsin əlində, ver əl görüm onu. İşte elə belə şeydir. Sən ilk dön. Axırki zaman maşınını düzəltdim. Sən işləyir. Bu dəqiqə gələcəklər. Haradasın sən yenə? Nə olub yenə? Niyə küçüylə yeri yemək yerdə yenə yaxlasın Kasoskayla oynayırsan? Yenə nə qarıbdır? İşte nə qaracaq, işdən çıxıb. Sənin qarnının ağrısı nədə bala? Niyə çıxırsan dəqiqədə işdən? 8-ci, 9-cu işdən yenə çıxır. Yenə nədir bəhanəsi? Nə olacaq həmişəki bahanə? Mənə vaxtında qoymadınız ilk sadiyyat oxuyum. Qoysaydın, başda işləyəcəkdim. Sən ikinin üstə ki gələ bilməysən, gedin iqtisadiyyat mı oxuyuşdun? Dur, rədd ol otağına. Gedin gəlirəm. Neçəncə də qəbul olsun, sən o məsədə? 2017. Rədd ol. Şəqa var bax, küçək. Get, mən də buraları yığışdırıb gəlirəm. 2017 eləni, o görüm indi nə bəhanə eləyəsən. Müəllim, mən sistemə baxdım, sizə kredit düşmür. Bəlgələr. Səndən sistemli olmaq. Yox, müəllim, elə demək istəmədim. Hər dəqiqə bir də bax. Ay bala, sən nə var adam olassan? Ha vaxt bir işin ucundan tutassan. Sən qaroysan ma bala, sən görmürsən mi kimə kredit verirsən? Bir videodan sana baxmadın buna yoxşuyur. Qorxdum lan ha. Nəyə qorxursan, öldürəcəkdim səni? Son vaxt mən Rövşən mənim yanına qoysaydınız, kim boxsan, belə olmaz idi. Dur əlini dəyiş Elton. Dur əlini dəyiş. Fidan bana çay ver. Bana çay ver Fidan. Səni mən kim boxa qoyum sənə bax, yaxşı. Rüstü, deməli geldi sən ora. Onun ağzına, sən əlini soxsan, sən reyni çıxardırsan. Sən yerə gəlirsən, yaxşı. Ay, getdin. Gülçin Məmməd kişinin yanında maşın sağlayır gəlirdim də, qoymadınız siz. Anan ölsün, yerində mən onun gedək gözümə fazla zatdan bir şey sürtüm. Yaxşı ki gözünü çıxartmışlar ya. Ay usta, maşın hazırdır. Kardeş maşın hazırdır, dur götür. Tamam qaqazınam, sağ ol Allah sənə sağlıq versin. Nə yaxşı oldu ya bura gəldim, qəşək susalar.
Balama qurban, nə təksən? Ala görüm. Can ey balacan. 2 yaşın oldu, hələ də sənin dilin açılmadı. Ay Cavanşir, gəl görüm deyəsən bunun dili açıldı, danışır. Danışır deyəsən. Süddən test etdin də ona görə. Pus sənin südün Elton. Yaxşı, sənin südünü kəsmə mənə borc olsun, yaxşı. Sən hara getsin ay Cavanşir? Canım bazara gedirəm. Nə olub ay Cavanşir? Zümrün oğlun toya hava gidiyoruz. Ay mən nə bilməli ki nədir? Qara yaradı deyirəm Zümrün oğlun toya hava gidir. Avqustun 23-ü deyən 99-cu ildə. Sən. Axşamın xeyir əzizim. Axşamın xeyir olsun. Ne yaxşı görünəsən, nə yaxşı. Dedim bir dən acı gələrsən toydan, süfrə açdım ki oturub bir yerdə yeyək. İyi mi? Yok, büyük olmaz, başım ağrıdır. Yok. Hər şey aydın, aktyor oyunu gözəl. Ssenari qurulub və fikir var və məntiq var. O şeydə ki, məntiq yoxdur. Mən o absurd şeyləri sevən adam deyiləm. Mən məntiqli işləri sevirəm və burada özünüz də gördünüz, mənim məsəl üçün gözümdən yaş gəlirdi. Mən gülürdüm. Yəni onlar məni belə deyək də allada bildilər. Allada bildilər. O qədər çox təbii oyun var idi, təbii. Çox təbii idi və ssenari də çox gözəl də qurulubdu, öhdəsindən gəliblər də. Təşəkkür edirik. Əla, gözəldir. Əslində çox da izaha gərək yoxdur deyə növbəti mərhələyə keçmək istəyirəm. Səadət xanımın dodağı da qaçdı, ürəyi də güldü, üzü də güldü, onu oradan hiss elədik. Kübra xanımın da buradan məmnunluğu hər halından bəlli idi. Coşqun müəllim də finala uyğun sujet gördüyünü hər bir gülüşü ilə göstərdi reaksiya. Gəncə komandasının çox gözəl idi. Çox ciddi boşluq olan sahələrdən biri də ssenaristlikdir. Gəncənin həm burada göstərdiyi səhnəcikdə, həm video yumorlarında vulqarlıq yoxdur. Bax, ssenari nöqteyi nəzərdən o cür düşünə bildiklərinə görə, daha peşəkar düşündüklərinə görə, daha sağlam gülüşə meyilli olduqlarına görə bu gənclərə təşəkkür edirəm. Siz sağ olun, çox sağ olun. Üçüncü mərhələyə keçirik. Dublyajlar izləyəcəyik, dinləyəcəyik. Amma bir ürəyimiz, əhvalımız yerinə gəlsin deyə bir kiçik bir musiqi nömrəsi var. Axstafa Gənclər Evi gəlir. Çoxundan da öndəydik, nəhayət finala gəldik, uğurda özümüzü itirmədik.
səhv iş gördülər. Bunu yelli bildilər. Məni əsəb etdilər. Oynadan gözəl oynadan, mənəm sizləri oynadan. Oynadan gözəl oynadan, düşmənə getsin qadan. Camaat bu qapıya nə gəlir? Eşitdim Aysel'də evlənir. Məni toya dəvət etməyib. Adım gələndə ağzın əyib. Oynadan gözəl oynadan, mənəm sizləri oynadan. Oynadan gözəl oynadan, düşmənə getsin qadam. Keyfin həncərdə soruşanda deyirlər sazdır. Heç demirlər klarnetdir, saksafondur. Deyirlər sazdır. Deyirəm, ma burada verilən vaxt birazca azdır. Amma yerlisiz də final olmazdı. Başınıza dolanın hamısı, hoş gəlibsiz, səfa gətiribsiz. Həmişə şadlıqlarda görüşürüz. Çox sağ olun, təşəkkür edirik sizə. Gelə bilərikmi? Getmək istəmirsənmi? Getmək istəyirsən, bəhanəsiz get. Buyur, yol O yaşama açıqdır. mürgülü xatirələri. Qızım səsin həmin səsli baxışını ye. Gedirsən, səsin də yad olsun bari. Sağ ol, sağ ol, sağ ol. Diqqət, diqqət, əziz Sumqayıtlılar və Sumqayıt şəhərinin qonaqları. Fevral ayının 14-ü Sumqayıtda yerləşən Kimyaçı Mədəniyyət Sarayında sizi bu şəhərlərin yeni Elçilər adlı solo konsertində gözləyin. Tələsin, biletlər artıq satışda. Hə, oynadıq, indi davam eləyək. Dublyajlar izləyəcəyik. Dəyərli münsiflərimiz, birinci olaraq Sumqayıt Gənclər Evi ilə başlayırıq. Görək, nə hazırlayıblar? Uşaqlar, kəmərləri bağlayın. Dublaj başlayır. Tanış olun, bunlar nəslin üzqaraları Ləpişdi, Zəmişdi, Vəlişdi və Çəpişdi. Onların hekayəsi balaca çəpişi tapmaqla başladı. Azad Azərbaycan televiziyası, Şən Gənc. Mənim ailəm sizsiz? Biz sənin ailən zad deyilik. Zibillikdən tapmışıq. Nə ağzıma gələn danışsan? Onlar Vasmoyun məşhur oğrularıdır. Qoca, uşaq demədən hamının malına çökürlər. Hə, uşaqlar, Kürdəmirə xoş gəlmişik. Yandım ay mal. Narahat olma, aşağı çatan kimi sulayarıq. Sular qarı gəldi, 8 ayaq, balqaba, bura gəllə. Özüncə. Ay mama. Tut gəldi, dıdış. Sən kimsən? Mənə quduz fikrət deyirlər. Hesablamalara görə külək yoxdur. Külək olsa nə olacaq? Külək olsa təyyarə yerə enəndə. Külək olsa təyyarə yerə enəndə. Bizə tətil yaradacaq. Külək bizə tətillik yaradacaq. Sənin təyyarənin... Bu dekabr. Balqabağı görürəm. İşarə verəndə hücuma keçək. Qurban olum, mən sərvətə qatmayın. Evlər var uşaq gözləyir. Balalarımı yetim qoymuyor. ATV kanalında Dumuşun. Hazırsınız uşaqlar? 100%. Çalışın, özünüzü yandırmayın. Maksimum diqqət çəkməyə çalışmayın. Düz Targov'un ortasına çıxdıq. Nətər diqqət çəkməyək? Bomba fikrim var. Lizginka oynayaq. Sumqayıt. Axırımız nə olacaq? Şən Gənc səhnəsində. Dediklərimə diqqətlə qulaq asın. Nə olsun kamerayı? Zato bomba yaşayırıq. Müəlliflər Kabus qrupu. WhatsApp-dan görüntülü yığıb. Wi-Fi-dır? Megabaytdır. Azbil. Və bunun səsi niyə gəlmir? Ayda mikrofonu yandır. Aşağıda düymə var. İndi görüntü getdi. Heç də görmürük. Başı çıxmır. Elə bir dədəmlə danışıram. Şən Gənc. Biz sənin dədəvi yerini axtarırıq. Tez ol. Nə bilirsənsə danış. Görmürsən elə o balacadır? Gədə tərəf dağla. Ardı yoxdur. Bu Sumqayıt idi. Gəlin
Gəlin üçünü də izləyək, daha sonra bərabər bir fikir bildirərik. İndi isə Ağstafa Gənclər Evinin dublyajını izləyəcəyik. Salamət qalxız. Qaqana qulaq as. Bu sezon partadajından ha. Sən o bər bebe. Pow! Ey eşek ne kanır Zəfər. Qəşəng zarafatdır. Eyrisi. Ara getirin ne bizi? Başıma daşdırsın ay Zacir. Ay belim kırıldı. Daha gel kimdi buna danışır. Götürün bunu. Anakonda Efendi bilirsən? İndi isə mən sizə babacığım Anakonda Efendimi göstərəcəm. 1, 2, 3, sən o bər bibi. Yalim, 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 yalim kırıldı. Ey Allah, mən ara düşmüşəm belə. Siz kimsiniz? Aradı bura. Cahangir, gelem ora. Önünü yıkacağım başına. Allah sağ değilsin ay Cahangir. Tutun onu! Tutun! Ayağım ya elde kaldı ha. Hadi gel. Şuna. Motorum değil. Kaka geldim geldim. Bu sefer teze iş tapmışım. Baştan Sibir'e halada eline kıvıraşın. Partadaşın. Səssiz və sakitcə keçək növbəti. Divi qalıb. Getdin şot ödəməyə. Hə, 3 dublyaj olunmuş videonu izlədik. Qısa-qısa hər kəsdən fikrini rica edirəm. Daha sonra möhtəşəm dəyərləndirmə və müzakirə mərhələsinə keçəcəyik ki, artıq qalibləri təyin edək deyəm. Bütün o 3 komandanın üçündən də gözləyirdim ki, dublyaj nəsə hansısa konkret belə bir film üzərində olacaq. Aha. Və xüsusən də bizim köhnə filmlərin üzərində olacaq. Və indi mən deməyim düzgündür yoxsa yox, amma Sizin komandanız Gəncədə idi. Bəli, Gəncədə. Sizin komandanız. Gəncədə gördüm. Aha. Bizim komanda. Dəyərli insanlar, dəyərli qonaqlarımız, indi sizdən rica edəcəyik, aranızda məsləhətləşəsiniz. Çünki bugün əvvəldən demişdik ki, Kübra xanım, Rafael müəllim və Coşqun müəllimin səsləri keçərli olmayacaq. Sadəcə sizinlə müzakirələrdə iştirak edəcək. Səadət xanım, Dəniyar müəllim və Gürşad xanım. Bugün onların verdiyi səslər hesablanacaq. Sadəcə olaraq bugün bizim aramıza qoşulan yeni münsiflərimiz üçün, aydınlıq üçün deyirik ki, bugün burada olan 3 komanda, münsiflərimiz bilirlər ki, onlar mövsüm boyunca necə əziyyət çəkiblər. Həqiqətən də ən seçilənlərlə, ən bəyənilənlərdən olublar. Sadəcə sonda bəlkə də çox şey eləməyə çalışdılar deyə biraz qarışdırdılar aranı. Gəncə Gənclər Evi ötən mövsüm çox tez yarışmamızı tərk eləmişdi. Bu mövsüm belə inadla gəlib özlərini göstərəcəyik, sübut eləyəcəyik deyə çox əzmlə, yorulmadan daima hər veriliş üzümüzü güldürüblər. Sumqayıt Gənclər Evi ötən mövsüm finalda istədiyi yerə çıxa bilməmişdi, üzülmüşdü. Bu mövsüm qalibiyyət bizimdir deyə qayıdıblar. Odur ki, səs verməni sizin ixtiyarınıza buraxırıq. Rica edirik, siz məsləhətləşərkən biz Sumqayıt Gənclər Evinin verilişimizə hədiyyəsi olan kliplərini izləyəcəyik. Siz aranızda müzakirələr aparın. Daha sonra xahiş edirəm, yazılı şəkildə mən Gülşad xanım sizdən təhvil alacağım. 3-cü yer, 2-ci yer və
birinci yerin adlarını bərabər məsləhətləşərsiniz. Münsiflərin sədri olaraq Gülşad xanımdan təhvil alacağım. Onu xatırladaq ki, bugün 3-cü yerin sahibi 3000, 2-ci yerin sahibi 5000 və əsas qalibimiz 1-ci yerin sahibi 8000 mükafata, 8000 manata sahib olacaq. Diqqət, hörmətli analar, bacılar, xalalar, bibilər, əm arvadı, day arvadı, gəlinlər, qaynanalar, sizə Estetik əməliyyatlılar, zərif, təbii, bütün hamını bu şəhərlərin yeni Güləndam adlı sola konsertinə dəvət edirik. Nə vaxt? Mayın 23-ü. Harda? Heydər Əliyev sarayında. Bəli, biletlər artıq satışdadır. Tələsin. Sumqayıt Gənclər Evinin canlı performansını izləyək. Buyurun. Ritim damarımızda rəqiblər sussun burada biz od içindəyik. Ritim damarımızda rəqiblər sussun burada biz od içindəyik. Hey! 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 Finala doğru bax bu cür gedəndə uşaqlar hamınıza aiddir. Təşəkkür edirik dostlar. Çox sağ olun. Final mərhələsinin bütün etaplarını, bütün nə lazım idisə onları keçdik. Səhnəcik, sujet və dublyajlar təqdim olundu. Dəyərli münsiflərimiz bir-bir fikirlərini bildirdilər və artıq zərfi görürük ki, finalın nəticələri də qərarlaşdırılıb və yazılıb. Yarışmacılarımızı, iştirakçılarımızı bura dəvət eləmək istəyirəm. Finalçılar gəlir. Ağstafa, Sumqayıt, Gənclər Evi. Buyurun bura. Gedim, zərfimizi götürüm. İkinci mövsümün qalibləri. Əslində hər üç komanda qalibdir.
Heyecanlısınız? Belə eləyək. Zaldakı tamaşaçıların fikrini bilmək istəyirəm. Birinci yeri soruşacağım fikrinizcə. Birinci yer Sumqayıtdır deyənlər. Birinci yer Gəncədir deyənlər. Ağstafadır deyənlər. Bu Sərdə Production layihə rəhbəri, senaristi, layihəmizin Şən Gəncin rəhbəri mən sizdən biriyəm demək istədi bu mesajıyla, bu hərəkəti ilə. Xoş gördük hamınızı. Hörmətli münsiflər, aparıcımız, dostlar, gənclər, uşaqlar, Azərbaycanın bölgələrindən bu günləri, bu tədbir üçün paytaxta axışıb gələnlər. Hamınız var olun. Bizim yeni belə deyək, münsifləri nəzərə çatdırın ki, bu bizim ikinci mövsümümüzün finalıdır artıq. Ümumiyyətlə, bu ideya, bu verilişin yaranması elə olur ki, günlərin bir günü bizim Cənab Nazir, Gənclər İdman Naziri Fərid müəllim Qayıbov dedi ki, bizim gənclər evləri var, bu adlarını orada oxuyursunuz, sayıları da var. 32 gənclər evinə biz başlamışıq, 33-cü də açıldı. İnşallah qismət olsa gələn mövsümdən 33 də qoşulacaq bizə. Və bu ideya yarandı, başladıq. Ondan sonra mən müraciət elədim ATV kanalına. Azər müəllim bunu dəstəklədi ATV kanalından. Dedi, böyük məmnuniyyətlə biz çəkiliş, efir, bütün şəraiti yaradırıq ki, gənclərlə, uşaqlarla bu işi birlikdə hamımız görək. Və nəticədə də bu iki mövsümdə bizim üçün çox yeni açılışlar oldu. Açığı, mən bizim üçün deyəndə Rafael ilə Coşqun bizim daimi münsiflər heyəti olduğuna görə onlar hamını görüblər bu iki mövsümdə. Qalan münsiflərimiz dəyişiblər mütəmadi olaraq. Yəni burada bu gün olan və mövsümlər ərzində bizimlə olanların da hamısı var olsun. Xahiş edirəm onların hamısı alqışlayır. Bütün bizim indiyə qədər olan münsifləri. Mən sizə bir şey deyim. Necə ki biz istedadlı uşaqlar özümüz üçün kəşf etdik bu iki mövsümdə. Komandalar ayrı-ayrıqda da, yəni burada finala çatmayan komandaların içində çox istedadlı uşaqlar var. İstər ifaçı kimi, aktyor kimi, ssenarist kimi və s. Eləcə də bizim münsiflərin içində mütəmadi olaraq idmançılar ayrı-ayrı federasiya nümayəndələri gəlirdi. Biz çox istedadlı idmançılar özümüz üçün kəşf etdik və gəlin idmançılarımız da ayrıca alqışlayaq. Hamısı var olsunlar. Bunlar hər zaman, maşallah, hər sahədə bizim bütün federasiyalar möhtəşəmdir. İstəyir olimpiya idman növü olsun, istəyir qeyri fərqi yoxdur. Həqiqətən çox savadlı, çox ağıllı dostlaşdığımızlar var və s. var, hamısı var olsunlar. Bu da bizim ikinci mövsümün finalıdır. Açığı dostlar, mənim özümə tam səmimi deyirəm, çox maraqlıdır o konvert mənim özümə də, inanın mənə. Bu komandaların üçü də həqiqətən layiqli, halallıqla necə deyirlər, çatdılar finala. Gəncə ömür boyu yaradıcılıqla fərqlənib, yaxşı mənada, hər zaman yaradıcılıq olubdur bu komandada, bu gənclər evində. Sumqayıt hər zaman, keçən mövsüm, bu mövsüm intellekti ilə fərqlənib, onu sizə deyim, biləsiniz. Yəni, səhnəciklərin özünə baxanda da, mövzunun özünə də baxanda görürsən ki, orada intellekt var. Yəni, yenə deyirəm, təbii ki, gülüş olmalıdır, yumor öz yerində və s. Akstafa ümumiyyətlə cəsarət edib ilk olaraq gənclər evlərinin içində kişi-qadın obrazlarını kişi-qadın dəyişib oynadı. Yəni, bu birinci dəfə deyil idi. İstəyir Sənubər xanım olsun, istəyir Ülviyə xanım olsun. Həqiqətən hər zaman eksperiment edən komandaydı. Akstafa Gənclər Evi hər zaman, bunların çox zəif çıxışları da olub. Bugünkü çıxışlarından çox yaxşı çıxışları olubdur mövsüm ərzində, ayrı-ayrı vaxtlarda. Amma hər zaman fərqlənirlər. Yəni cəsarət edib, qorxmuyublar heç bir eksperimentdən, heç nədən. Bunlar eləyiblər də, yəni deyiblər ki, nə olar eləyirik, yaxşıdır, pisdir. Amma yenə də nəticəsi gətirdi, onları çıxartdı finala. Uşaqlar, hamınıza vururlar, hamınıza minnətdaram. İndi gəlin, alqışlayaq, Ayşə xanım. Şən Gəncin ikinci mövsümündə, final mərhələsində 3 münsif heyəti Rafael İskəndərov, Kübra Əliyeva və Coşqun Rəhimov öz komandaları ilə yarışırdı. Bugün həm onların komandası, həm də belə deyək, komanda rəhbəri olaraq onlar yarışmada
hansı yeri tutdular, belə bəlli olacaq. Yarışmamızın üçüncüsü, 3000 manatın sahibi, Ağstafa Gənclər Evi. Kübra xanım, komandanız üçüncü oldu. Üçü də məncə elə qalibdir. Mən Ağstafadan keçən dəfəki performansı istəyərdim görün. Heç üzülmürəm, heç siz də üzülməyin. Allah qoysa davam eləyin. Siz çox talantlı uşaqlarsınız. Davam eləyin və rayonunuzda Gənclər Evindən əl çəkməyin. Daim orada olun. İnşallah yolunuz açıq olsun. Kübra xanım, icazənizlə yadıma düşdü. İcazənizlə Ağstafaya bir məsləhət verim. Yəni onların simasında o birisi bizim dostlara da. Uşaqlar, dublyajda gələcəkdə yadınızda qalsın. Nə qədər ciddi filmə dublyaj eləyib parodiya eləsən, bir orada çox gülməli alınır. Nəinki gülməli filmi gülməli eləmək. Çətindir o. İstəyir Jim Carrey olsun orada göstərdiyiniz, istəyir Qüdrət olsun, Rafael Obrabas. Bunlar onsuz da gülməlidirlər. Bəli. Gülməliyə gülməli eləyəndə gülməli alınmır da. Amma eləsəydiniz hansısa bir ciddi filmə, bizim maşallah o qədər tarixi filmlərimiz var, ciddi filmlər var. Daha effektiv, daha gülməli olur. Yəni gələcəyə nəzərə alın. Ağstafa Gənclər Evinə hamımız alqışlayaq dostlar. Xüsusən Təşəkkür edirik, təbrik edirik sizi. Mən istəyərdim yalnız rəqibləri alqışlasın. Bax, burada olan rəqiblər Ağstafanın. Ağstafanın sahəsində üçüncü olmadınız. Siz yəni nəzər biləsiniz. Onu heç vaxt yadınızda çıxartmayın. Ağstafaya sağ ol deyirsiniz. Təşəkkür edirik, təbrik edirik. Doğrudan da Ağstafadan bura gələnə qədər sizin istər dekorlarınız, istər əziyyətiniz çox böyük olub. Və seçilmişsiniz. Həm dəyər olaraq, həm yumor olaraq, həm də əmək olaraq. Çox sağ olun dostlar və Şən Gənclər 5000 manatın sahibi, ikinci yerin sahibi, ikinci yerin sahibi Sumqayıt Gənclər Evidir. Valla təbrik edirik. Uğurlar. Var olun. Birinci yerin sahibi Gənclər Evi. Şən Gəncin qalib münsüfü Rafael İskəndərov. Dostlar, yolunuz açıq olsun. Sumqayıt Gənclər Evi. İkincilik, rəqibiniz çox güclüydü. Siz də çox güclüydünüz, amma münsiflərimiz və belə başa düşürəm, hər kəsin onsuz da verdiyi gülüşlə nəticə ortada oldu. Gənclər Evi, hardan gəlmişsiniz? Dəyərli münsiflərimiz, çox təşəkkür edirik. O dəyərli vaxtınızı ayırdığınıza görə, dəyərli fikirlərinizə görə, əməyinizə görə, zəhmətinizə görə var olasınız. Şən Gəncin ikinci mövsümü sona yetdi. Qalibimiz Gəncə oldu.